Aha. Deməli, Aygül, burada bizdə nə deyildi? Verilənlər bazasında Teachers adlı cədvəl verilmişdi. Bu cədvələ əsasən aşağı sorğulardan hansı ID nömrələri alınır? Yəni, baxın, buna görə seçirik. Birinci sütun üzrə baxırıq. Nəyə? Maaşa. Maaşda, deməli, 500-ü, maaşı 500-dən böyük bərabərdə olanlar hansılardır? Bax, bu. 500-dən böyük bərabərdir. Budur, 900-dür, 1200-dür və 500-dən böyük bərabər 500-ün özünü də götürürük. İndi iş təcrübəsi deyir 8 ildən kiçik olanlar və 8 kiçikdir bərabər də olanlar. 8-in özü 5, 3, 8, 5, bir də burada 3. İndi bunlar eyni sətirdədirsə nə deyirdim ki, eyni sətirdəsə götürürük kəsişməsini. Hər ikisi eyni olan bir budur. Hər ikisini ödəyən budur, bir də budur. Deməli, burada da bizdə nömrələr nə olur? 111 olur. 342 olur, 561 olur. Olacaq bizdə Y variantı. Sonra 28-ə baxaq. Verilənlər bazasında cədvələ əsasən Lev Tolstoyun müəllifi olduğu kitabları oxuyan şagirdlər kimlərdir? Yaxşı. Gəlin müəllifi axtaraq. Lev Tolstoy budur, bir də budur. Deməli, eləmi? 2 dənəsi, bəli. Deməli, kitabın adı, bax budur, kitabın ID-si də budur. Burada da kitabın adı Müharibə və Sülhdür, nömrəsi də budur. İndi kitabın ID-si deməli 475-lə başlayan var, yoxdur. 431, 475 kitab ID-sini buradan axtarırıq. 431, 475 bax budur. 431, 475 budur. Sonra 431, 475 varmı? Yoxdur. Sonra 282, 113. 282, 113. 282, 113. Bir buradadır. 282, 113. Bir dənə də buradadır. İndi bunun şagirdin nömrəsi neçədir? 23, 78. 23, 78 kimdir? Firəngiz. Deməli, burada bir dənə Firəngiz olacaq. Üzr istəyirəm. Nərgiz, Firəngiz nə idi? Nərgiz olacaq. Nərgiz olanda bir B-dədir, bir də D-də. İndi 23, 74 kimdir? 23, 74 Ömərdir. Ömərdə olacaq, elə B variantı olacaq böyük ehtimal ki. Sonra burada 34, 91, 34, 91 Fidandır. Fidanda olacaq. Bəs bu niyə verilməyib? Və 23, 74. 23, 74 ilə Ömər idi. Hə, Fidan verilibdir. Burada Fidan, Ömər, Nərgiz. Olacaq B variantı. Sonra 32-yə baxaq. Deyir, cədvəldə soyadı A ilə başlayıb yaşı 20-dən böyük olmayan, ixtisası fiziki olan müəllimləri tapmaq üçün sorğunu müəyyən edin. Soyadı A ilə başlayıb. Soyadı A ilə başlayıbsa A olmalıdır. Sonra ya ulduz olmalıdır, ya da ki sual işarəsi. Sual işarəsi bizdə bir simvolu bildirir. Sual işarəsinin yerinə yalnız bir simvol otura bilər. Amma ulduzda istədiyimiz qədər artıra bilərik. İndi soyadı A ilə başlayan, bu A ilə bitib, başlamayıb. A-nı atırıq. Burada da A ilə bitir. Bax, əvvəl ulduz, sonra A var. Bunu da atırıq, C-ni də atırıq. İndi bizdə qalır bir D, bir də Y. Bax, bunlarda soyad A ilə başlayıb. A, sonra ulduz qoyulub. A, sonra ulduz qoyulub. İndi nə deyir? Yaşı 20-dən böyük olmayan. Yaşı 20-dən böyük olmayandısa, yaşı 20-dən kiçikləri seçəcəyik. Və ixtisasda fiziki olan. Yaşı 20-dən böyük olmayandısa, deməli, yaşı 20-dən böyük olmayan. D ilə Y arasında qalırıq. D ilə Y arasında qalanda yaşı 20-dən böyük olmayan deyirsə, 20-nin özünü də belə götürürük. 20 olsun, 20 olsun. Və həmçinin də yaşı 20-dən böyük olmasın. Bu kiçik olanda bu 19-u götürəcək. Bax, Y variantında. Amma D variantında 20-ni də götürəcək və 20-dən kiçiklər. Burada olacaq, deməli, bizdə D variantı. 32-də. 33-ə baxaq. Deməli, burada table cədvəli verilib. Məndə mouse yaxşı işləmir.
birləşdi.